Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində olub. Bölmənin sədri akademik Fuad Əliyev qonağı salamlayıb, xalqımızın bu əziz bayram günlərində yaxın qonşu və dost Gürcüstanın şəhərimizdəki konsulu ilə görüşməkdən məmnunluğunu ifadə edib. Kaxaber Abdaladze Novruz bayramı münasibəti ilə xalqımızı səmimi təbrik edib. Еще раз поздравляю вас с Новрuz bayramом и желаю огромное счастья вам. И спасибо, что вы наконец-то познакомились. Akademik Fuad Əliyev Gürcüstanlı diplomata Gəncə bölməsinin strukturu və fəaliyyəti, şəhərin müasir elmi potensialı haqqında məlumat verib. Həmçinin ölkələrimiz arasında davamlı siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin əhəmiyyətini vurğulayıb. Kaxaber Abdaladze özünün diplomatik fəaliyyətində Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin əsas yer tutduğunu bildirib. O, həmçinin Gəncə ilə Kutaisi arasında qardaşlaşmış şəhərlər ənənəsinin formalaşdığını təqdirə layiq hal kimi diqqətə çatdırıb. Başkonsul Gürcüstanın Xarici İşlər Nazirliyi xətti ilə xalqlarımız arasında daha sıx mədəni əlaqələrə xidmət edən kiçik qrant layihələrinin həyata keçirildiyini vurğulayaraq, bu çərçivədə Gəncə ilə Kutaisinin də elmi və mədəni qurumlarının həmin proqramlara qoşulması təklifini dilə gətirib. Kaxaber Abdaladze bu baxımdan xalqlarımızın tanınmış şəxsiyyətlərinin ilk növbədə Nizami Gəncəvi ilə Şota Rustavelinin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin reallaşdırılmasının mümkünlüyünü vurğulayıb. Akademik Fuad Əliyev baş konsulun bu ideyasını böyük razılıqla qarşılayıb və Gəncə bölməsinin bu yöndə öz dəstəyini verəcəyini bildirib. Qonağa bu nəzakət gəlişinə görə təşəkkür edib. Görüşün sonunda Kaxaber Abdaladze Gəncənin bu elm ocağına Gürcüstanda arxeoloji qazıntılar zamanı aşkar olunmuş yüksək tarixi əhəmiyyətli bir artefaktın surətini özündə əks etdirən suvenir hədiyyə edib.